Hər kəsə salam. DİM 20 variant sınaq imtahanından birinci qrup sınaq nömrə 9-un izahına baxırıq. Birinci sualda akril turşusu molekulunda pi rabitələr bütün rabitələrin neçə faizini təşkil edir? Akril turşusu doymamış karbon turşusudur. Yəni CH2 2 qat CH COH. Pi rabitələr yalnız 2 qat və 3 qat olan hissədə axtarırıq. İndi burada biz COH-ı aydın şəkildə çəksək COOH. 2 qat bir burada var, bir burada var. 2 qat olan hissədə də biri sigma olur, biri pi. Yəni burada pi rabitələrimizin sayı oldu 2 dənə. İndi pi rabitələr bütün rabitələrin neçə faizini təşkil edir? Bunda bizə sigma rabitələr lazımdır. Həmçinin 2 pi'miz var. İndi sigmanı da tapırıq. Tək qatlar olur sigma. Demək 5'i buradan. Bir də karbonla hidrogenin arasındakı sigma, yəni hidrogenlər sayı qədər sigma rabitə olur. Bir də burada biri toplasaq eləyir 10. Yəni 2 10'un 20 faizini təşkil edir. 2-də doymuş bir əsaslı karbon turşusu kütləsi verilib, reaksiya sərf olunan natrium hidroksidinin kütləsi də göstərilibdir. X molekulunda karbon sayını tapmalıyıq. Doymuş bir əsaslı karbon turşusu CnH2 plus 1 COOH natrium hidroksidindən birin birə nisbətdə gedir. Demək, turşunun kütləsi götürülüb 12,8, natrium hidroksidi 2 qram. Bunun emeri olacaq 14 plus 46, bu da 40'dır. Natrium hidroksidin emeri. Buradan hesablansaq n bərabər olur 15'e. Amma indi bizdən nə istəyir? X-in molekulunda, yəni turşu molekulunda olan karbonların ümumi sayını istəyir. Biz n-i 15 tapmışıq, amma bunun COH hissəsində də bir karbon var, yəni cəmi 16 karbon eləyir. Metanol və etandiol 1-2. Metanol, yəni CH3OH. Etandiol 1-2 deyirsə, demək doymuş 2 atomlu spirt. Yəni etilen glikoldan söhbət gedir. Ümumi olan birli spirtdir. Birli spirt o spirtdir ki, OH-ın birləşdiyi karbon bir karbonla əlaqələnir. Metanolda da OH-ın birləşdiyi karbon bir karbonla əlaqəlidir. Etandiolda da OH birləşən karbon bir karbona əlaqəlidir. Bu hər ikisi üçün ortaq xüsusiyyətdir. 1 molu artıq miqdar natriumla 2 qram hidrogen əmələ gətirir. Bir atomlu spirtlər 1 molu 0,5 mol hidrogen ayırır ki, bu 1 qram deməkdir. Amma 2 atomlu spirtlərin 1 molu elə 1 mol, yəni OH sayının yarısı qədər də belə deyək. Metanolda 1 OH var, yarısı 0,5 edir. Etandiol 1-2-də 2 OH var, yarısı 1 edir. 1 mol H2 2 qram deməkdir. Yəni 2 qram ayırır etandiol 1-2. Sonra 1 mol CO ilə 2 mol H2'nin reaksiyasından alınır. Bu metanoldur. Zəhərlidir. Demək, zəhərli olan hər ikisi olur. Cavab olacaq Y variantı. Hansı reaksiyalardan spirt alınır? Kalium hidroksidin suda məhlul ilə biz təsir etsək, kalium xloru götürür. Bura OH gəlir, yəni spirt alınır. Sonra burada kalium hidroksidin spirtdə məhlulu varsa, oradan spirt alınmır. Buradan etilen glikol alınacaq, bunu da götürə bilərik. Digərindən isə buradan isə sirkə aldehidi alınır. Spirt alınanlar 1-3 olur, C variantı. 5'də. Bir əsaslı karbon turşusu molekulunda karbonların sayı 18'dir. 4 dənə pi rabitəsi var. Hidrogenlərin sayını hesablamalıyıq. Demək, görürük ki, burada pi rabitələrin sayını 4 veribdir. Və bir əsaslıdırsa, bunun karboksil qrupu var. Pi rabitələrdən biri bu karboksil qrupundadır. Qalır 3 dənə. Elə bil ki, biz bilirik, karbon turşularının ümumi formulu CnH2NO2'dir. Və hər dəfə pi rabitənin bir pi rabitə üçün, bir pi rabitənin yaranması üçün 2 hidrogen əksilir. İndi bizim 4 pi rabitənin biri buradaydı, qalırdı 3'ü. Onda 3 pi rabitə üçün 6 dənə hidrogen əksiltmək lazımdır buradan. CnH2-6 O2 olur ümumi formul. Karbonların sayı 18'dir. Yəni N yerində dayanır. 18. Onda 2 vur 18 çıx 6 eləyəcək 30 Y variantı. 6'da aldehid gümüş bir oksidlə oksidləşir. Aldehidlərin
Ümumi formulu CnH2n oldu. Gümüş bir oksiddən oksidləşən zaman alınır karbon turşusu CnH2n O2. Amma hidrogenlə reduksiya olunanda alınır bir atomlu spirtlər. Açıq quruluşlu maddələrdə sigma rabitə sayı ümumi atomdan bir vahid əksik. Burada 3n, burada 3n plus 1, burada da 3n plus 2 olur. Yəni, birinci istiqamətdə bir vahid artır, ikinci istiqamətdə isə 2 vahid artır, 6-da olur B variantı. Sonra 7. Eyni kütlədə götürülmüş sirkə turşusu ilə bromun reaksiyasında maddələrdən birindən 20 qram artıq qalırsa, neçə qram H-brom alınır? Sirkə turşusu CH3, COOH bromla reaksiyaya daxil olanda burada CH3-dəki hidrogenin biri bromla H-brom verir. Qalan o 1 brom gəlir, bura birləşir. Plus H-brom alınır. Yəni birin birə nisbətdə gedir. Eyni kütlədə götürülüb sirkə turşusu və brom. İndi birindən artıq qalır deyir. Biz artıq qalan maddəni tapmalıyıq. Sirkə turşusunun emeri 60-dır. Brom da olacaq 160. Artıq qalan maddəni tapmaq üçün yuxarını aşağı bölürük. Burada olur m bölü 60. Bu tərəfdə də m bölü 160. Təbii ki, m-i 60-a bölsəm daha böyük qiymət alaram. Hansı böyük qiymət alırsa, həmin maddə artıq qalır deməkdir. Digəri isə sərf olur, tam sərf olur. Yəni biz də artıq qalan yox, tam sərf olunandan işləyəcəyik, yəni bromla. Demək, m qram brom reaksiyaya daxil olanda, və deyir, maddələr birindən 20 qram artıq qalır. Tamam. Demək, biz tapdıq ki, sirkə turşusu artıq qalır. Sirkə turşusu əvvəl m qram idi. 20 qrama artıq qalıbsa, demək, m-20'si sərf olunur. Biz də ancaq sərf olunan qiymətlərlə işləyirik. Bu zaman m qramda brom reaksiyaya daxil olur. Sirkə turşusunun emeri 60, brom 160. Buradan 160 m çıxılsın. 3200 bərabərdir 60 m. Sonra buradan 100 m bərabərdir 3200. M də bərabər olur 32. İndi bizə deyir ki, bu reaksiyadan neçə qram H-brom alınır? Biz M-in qiymətini tapdıq. 32. İndi 32 qram brom reaksiyaya daxil olanda neçə qram H-brom alınır? X. Bromun emeri 160. H-bromun da emeri 81. Buradan da X bərabər olur 16,2. 8. İzopropil radikal və aldehid qrupundan ibarət maddə üçün hansı ifadə doğrudur? İzopropil radikalı budur. CH3, CH, CH3 və aldehid qrupu. Demək, H2 ilə reaksiyasına 2 metil propanol 1 alınır. Hidrogenlə reduksiya etsə, aldehidlərin reduksiyasından bir atomlu spirt alınır. Yəni, bu aldehid qrupu keçir olur. Demək, burada qalır. H-ın biri gəlir. Bu H-a birləşir, əmələ gətirir CH2. Qalan H da gəlir, oksigenə birləşir, olur OH. Demək, buradan alınır 1, 2, 3, 2 metil propanol 1 alınır. Elə A variantı doğru olur. Sonra 9. 9'da verilib ki, fenol və etilen glikol üçün ümumi olan nədir? Fenol C6H5OH. Etilen glikol CH2OH, CH2OH. Doymuş 2 atomlu spirt. Molekulda 6 hidrogen atomu var. Burada hidrogenləri bir yerə yıxsaq 6 hidrogen var. Burada 3'ü burada, 3'ü burada. Burada da 6 hidrogen var. 1 doğrudur. 1 hər ikisi üçün ümumidir. Sonra 1 mol artıq miqdar natrium ilə 1 qram H2 əmələ gətirir. 1 OH olanlar 0,5 mol H2 əmələ gətirir. Bu da 1 qram hidrogen deməkdir. Amma 2 OH olanlar 1 mol. Daha doğrusu bu 1 qram deməkdir. Bu isə 1 mol, yəni 2 qram hidrogen deməkdir. Bizə də lazımdır. Nədir? 1 qram hidrogen əmələ gətirir. Bu fenola aiddir. Yəni bu ortaq xüsusiyyət deyil. Çünki biri 1, digərisi 2 qram əmələ gətirir.
Nitrat turşusu ilə mürəkkəb efir əmələ gətirir. Nitrat turşusu ilə mürəkkəb efir əmələ gətirən olur etilen glikol. Fenol nitro birləşmə əmələ gətirir sadəcə. Bu da ortaq xüsusiyyət deyil. Natrium hidroksidindən həm fenol reaksiya daxil olur, həm də etilen glikol. Demək olacaq 1,4B variantı. Onda metil formiat və metan turşusu. Metil formiat HCOO CH3. Metan turşusu HCOOH. Yəni qarışqa turşusu söhbət gedir. Nisbi molekul kütləsi. Hesablasaq, nisbi molekul kütləsi 46-dır. Bizdən ümumi olan istəyir. Nisbi molekul kütləsi 46 olan qarışqa turşusudur. Bu ümumi xüsusiyyət deyil. Molekulda 2 oksigen atomu var. Burada da 2 oksigen var, burada da 2 oksigen var. Bu ortaq xüsusiyyətdir. Molekulda karbon atomlarının 3 sp2 hibrid orbitalı var. Qarışqa turşusunda çəksək, görəcək ki, bunun ancaq karboksil qrupunda sp2 var. Bu da 3 dənə hibrid orbital deməkdir. Mürəkkəb efirimizdə də həmçinin bir dənə sp2 buradadır. Bu da 3 hibrid orbitalı deməkdir. 3 də doğrudur. 2-3 olur. Natrium hidroksidindən duz su əmələ gətirən olacaq qarışqa turşusu. Mürəkkəb efir çünki natrium hidroksidindən duz və spirt əmələ gətirir. Ortaq olan olur 2-3A variantı. 11-də. Etilen glikol, sirkə turşusu, sigma rabitələrini say. Etilen glikol CH2OH CH2OH. Açıq quruluşlarda ümumi atom sayından bir vahid əksik. Ümumi atom sayımız 2, 4, elə də 6, 10 dənə. Bir vahid əksiyi olur 9. Sirkə turşusu CH3, COOH. Ümumi atom sayı 8, bir vahid əksiyi olur 7. Biz A'dan X'i necə ala bilərik? Ondan 2 çıxmaqla, yəni X bərabər olur A minus 2, 11-də də olacaq Y variantı. 12. Sadə efir molekulunda 3 metil qrupu var. Bu sadə efir olan hissədir. 3 metil qrupu varsa, bura bir CH3 yazaq. Bu hissəyə də 2 dənə metil düşməsi üçün gəlin izopropil radikal yazaq. Efir molekullarında bu hissə mürəkkəb efirdir və burada deyir ki, cəmi 7 karbon atom var. Əgər 7 karbon atomun 4'ü buradadırsa, qalan 3'ü də olar mürəkkəb efirdə. Demək, mürəkkəb efirimizi də verib R1COO R1. O qalan 3 karbonun biri buradadır. Onda demək, hər iki tərəfinə də eyni radikal birləşibsə, biz bu CH3'ü götürərik, yazarıq CH3. COO CH3. Yəni həqiqətən də COO olan hissənin sağ və solunu eyni radikalı birləşdirdik. Və biz buradan müəyyən elədik ki, R1 radikalımız CH3'dür. Və baxanda da ümumi 1, 2, 3, 4 karbon sadə efirdə, 3 karbon mürəkkəb efirdə cəmi 7 karbon atomu var. Bu da özün doğrultudur. İndi bu R1 radikalıdır, bu isə R2'dir. İndi bunların birləşməsindən alınan maddə. Formulları birləşdiririk. R1 radikalımız, daha doğrusu radikalları birləşdiririk. CH, CH3, CH3. Nömrələsək 1, 2, 3. Oxusaq adı olur 2 metil propan olacaq D variantı. Sonra 13. Demək 13'də verib metil spirti və sirkə turşusu. Artıq miqdar natriumla reaksiyadan alınan hidrogenin mol miqdarı. Metil spirti, ümumiyyətlə bir atomlu spirt olsun, bir əsaslı karbon turşuları olsun, OH-ın və yaxud da ki COH-ın sayının yarısı qədər miqdarda hidrogen ayırır. İndi bir OH varsa yarısı 0,5 mol H2 bu ayırır. Sirkə turşusunda bir COH var, yarısı qədər 0,5 hidrogen də bu ayırır. Və bunlar 0,4 mol verilib. 1 molundan 0,5 mol alınırsa, onda 0,4 molundan alınacaq 0,2 H2. İndi CH3COH-ın da 1 molundan 0,5-dirsə, 0,4-dən də alınacaq 0,2. Cəmi də bunların edir 0,4. 13'də olur C variantı. Sonra 14. Demək, metil spirti mis-2 oksidlə
reaksiya daxil olan zaman, oksidləşən zaman alınır buradan qarışqa aldehidi. Çünki birli spirtlər oksidləşən zaman aldehid əmələ gətirir. Aldehid isə misk hidroksidlə oksidləşən zaman əmələ gətirəcək qarışqa turşusu. X və Y molekulunda karbon atomlarının oksidləşmə dərəcəsini müəyyən edin. Demək burada hidrogen müsbət 1, müsbət 1, oksigen mənfi 2, buna yazaq X. Hər birinin oksidləşmə dərəcəsini indeksinə vururuq. Toplayıb cəmi sıfıra bərabər edirik. 1 plus X plus 1 minus 2 bərabərdir 0. Demək buradan da X bərabər olacaq 0. Burada da hidrogen müsbət 1, bunlar mənfi 2, bu da müsbət 1. 1 plus X minus 2 minus 2 plus 1 bərabər 0. Buradan da X bərabər olur müsbət 2. Birinci 0, digəri isə 2 olur B variantı. 15. Sirkə turşusu və qarışqa turşusunun metil efiri verilmişdir. Molekulunda polyar kovalent rabitələrin sayı. 15. CH3 COOH. Karbon turşusunda da eyni qayda üzrə mürəkkəb efirlərdə də demək, polyar kovalent rabitə deyəndə hidrogenlərin sayı, hidrogenlərimiz nə qədərdir? 4 bunda, 4 də bunda. Bir də burada karbonla oksigen arasında da rabitə olur, onu da götürürük. İkisi burada, biri burada, 3 dənə gəldim üzərinə 7. Burada da həmçinin ikisi burada, burada artıq 4 dənə gəldik. Eləyir 8. Yəni biz X-i necə alarıq? A-dan bir vahid əksiltməklə olacaq C variantı. Sonra 16. İkili butil spirti ilə sirkə turşusunun reaksiyasından alınan efiri müəyyən edin. İkili butil. Hidrogenləri də düzəldək. Sirkə turşusu CH3 COOH. Spirtdən H, turşudan OH, su ayrılır. Birinci mürəkkəb efirdə turşu hissəni yazırıq. CH3 COO. Yəni bu da spirtin oksigeni. Sonra bu CH-ı birləşdiririk. CH3 CH2 CH3. İndi bunu variantlarda axtaraq. Baxsaq, B variantı uyğun gəlir. Bəli, olacaq B variantı. 17. Molekulda 12 karbon atomu olan dönmüş bir atomlu spirtdən alınan sintetik yuyucu maddənin formulunu müəyyən edin. Aha. Dönmüş bir atomlu spirtlərin ümumi formulu CnH2 plus 1 OH-dır. Sintetik yuyucu vasitə almaq üçün ən birinci bunun üzərinə sulfat turşusu gəlir. Və karbon sayı 12-dir. Mən artıq N-in yerinə 12 qoyuram. C12, H25, OH. Sulfat turşusunu biz açıq şəkildə HO, SO2, OH yazırıq. Burada spirtdən H, turşudan OH, su çıxır. Yerdə nə qaldı? Birləşdiririk. C12, H25, O, SO2, OH. Sonra alınan bu maddənin üzərinə C12, H25, O, SO2, OH. Gəldi natrium hidroksid. Burada da. Buradan OH, buradan H. Yerdə nə qaldı? Birləşdiririk. C12, H25, O, SO2, O, natrium. Bu da olur D variantı. Sonra 18-ci sual. Molekulunda eyni sayda karbon atomu olan doymuş spirtlər. 1 atomlu, 2 atomlu, 3 atomlu. Bunlar üçün eyni olan nədir? 1 atomlu spirt. Eyni karbon atomu olan. Yəni, özümüzdən bir nümunə yazaq. Tutaq ki, 3 karbonlu olan C3, H7, OH. C3, bunu belə açıq yazaq, OH-ları da birləşdirək.
Bir də 3 atomlu. İndi bunlar üçün eyni olan nədir? Molekulunda polyar kovalent rabitələrin sayı. Polyar kovalent deyəndə hidrogenlərin sayı, bir də biz yazıb OH-ı birləşdirəndə burada karbonla oksigenin arasında da bir dənə olur. Onu da nəzərə alırıq. Bunda olur 8 dənə. Bunda da yenə hidrogenlərin sayı düzəltsək. Demək, hidrogenlərin cəmi sayı 3, 3, 6, 8 dənə. Burada da karbonla oksigenin arasında 2 dənə var. Onda gəldi 10 dənə. Burada da eyni qayda üzrə hidrogenlərin sayı 8. Burada hidrogenlər 7, 8 dənə də bunu səhv gəlmişim. Burada hidrogenlərin sayı oldu 8. Bir də 3 dənə də buradakılar gəlir. Karbonla oksigen olanlar 11. Yəni bu ümumi olmadı. Qeyri-polyar kovalent rabitənin sayı. Qeyri-polyar kovalent rabitə sayı yazıb baxsaq. Baxın, bir atomlu spirtdə də 1, 2 dənədir. Yəni karbon sayından bir vahid əksikdir. 2 atomlunun üçün də baxın, burada aydın görsənir. Qeyri-polyarlar ancaq karbonlar arasındadır. 2 dənə. Burada da 2 dənə. Bu hər biri üçün ümumi olandır. Olacaq 18-də B variantı. Sonra 19. Oksalat turşusu atomların polyar rabitələrin sayı. Oksalat turşusu COOH, COOH. Atomların ümumi sayı 8'dir. Polyar rabitələrin sayı. Polyar rabitələrdə 1, 2, yəni bütün rabitələri götürür. Çünki hamısı müxtəlif. Yox, bütün götürməyib də, daha doğrusu burada karbon qeyri-polyardır. Yerdə qalan xəttlərin hamısını saysaq. İkisi burada 3, 4, 5, 6, 7, 8 dənə oldu. Yəni A bərabərdir X olmuş olur. 19'da olur C variantı. Sonra 20. Hansı reaksiyadan aldehid alınır? Etilen üzərinə su gələndə buradan alınır etil spirti. C2H5OH. CH3OH-ın üzərinə CO gələndə alınır CH3COOH sirkə turşusu. Etileni gümüş katalizator iştirakında oksidləşməsindən CH2O. Bu olur etilen oksid. Metanın su ilə qarşılıqlı təsiri. Alınır CO plus H2. Burada etilenin dəmirimiz palladium duzu iştirakında oksidləşməsindən alınır sirkə aldehidi. Olacaq Y variantı. 21. Demək, mürəkkəb efir molekulunda metil qrupların sayı 2, hidrogenlərin sayı da 6. Doymuş mürəkkəb efirlər ümumi formu CnH2-in O2-dir. Hidrogenlərin sayı 2 n bərabər 6, n bərabər 3, C3H6O2'dir. Demək, metil qrupların sayı da 2'dir. Bu hissədən yazaq, turşu hissəyə CH3. 3 dənə karbonumuz var. Bir karbon burada olsun. Burada bir CH3. Metil qrupların sayı həqiqətən də yazıq ki 2 dənədir və ümumi karbon da 3'dür. İndi efirin adını oxumalıyıq. Bu olur metil asetat. Yəni 21'də olacaq A variantı. 22. Metakril turşusu ilə etil spirtin reaksiyasından alınan üzvü maddəni müəyyən edin. Metakril. Burada CH3 olur. Burada da COOH. Burada H2. Etil spirti C2H5OH. Spirtdən H. Turşudan OH su çıxdı. Yerdə nə qaldı? Birləşdiririk. CH2 2 qat. CH3. COO C2H5. Burada variantlarda axtarsaq olacaq D variantı. 23. Etilen glikol və su natriumla reaksiyasına alınan hidrogenin molsa. Etilen glikolun 1 molundan etilen glikolun 2 hidroksid qrupu var. 2 hidroksid qrupu varsa o hidroksid qrupunun yarısı qədər 1 molu OH sayının yarısı qədər hidrogen ayırır. Yəni 2 OH varsa yarısı. 1 mol H2 ayırır. Elə 1 molundan 1 mol H2 ayrılır.
Natrium da həmçinin su ilə reaksiyası zamanı, metallar da su ilə reaksiyası zamanı metalın valentinin yarısı qədər su ayrılır. Natrium 1 valentlidir. Daha doğrusu metalın valentinin yarısı qədər hidrogen ayrılır. Natrium 1 valentlidir, yarısı eləyir 0,5. Demək, etilen glikolun 1 molundan 1 mol hidrogen ayrılırsa, ikisindən də 2 mol hidrogen alınacaq. Amma indi bizdə burada söhbət sudan da getdiyi üçün biz reaksiyanı da yazıb əmsallaşdıraq. Etilen glikoldan aldıq ki 2 mol 2 mol. Natriumdan olan reaksiyanı yazsaq. Əmsala ehtiyac olsa artıq onu nəzərə almaq lazımdır. Buradan elə bura 0,5 atsaq hər şey 1-1-ə qalır. Demək, suyun molu x olanda görə burada nə qədər hidrogen alınır bilmirik. Nü yazaq. Birindən də 0,5. Nü bərabər olur 0,5 x-ə. Və bizə deyir ki, cəmi 6 mol hidrogen alınır. Əgər o 6 molun ikisi etilen glikoldan alındısa, yerdə qalan 4'ü də natriumun su ilə qarşılıqlı təsirindən alınır. Yəni 0,5 x bərabərdir 4'ə. Buradan da x bərabər olacaq 8'ə. 24. Tərkibində oksigen kütlə payı 12,5% olan doymuş bir əsaslı karbon turşusu molekulunda hidrogen atom sayı doymuş bir əsaslı karbon turşularının ümumi formulunu yazaq. CnH2NO2. Oksigenin kütlə payı deyilsə, yuxarıda oksigenin kütləsini yazıram. 16 vur 2, 32. Aşağıda onun emeri 14 m plus 32. Vurulsun 100 bərabərdir 12,5. N olacaq 16. N-i 16 tapdıq. Bizə hidrogenlərin sayını istəyir. Yerinə qoysaq 2 vur 16 hidrogen sayda edəcək 32. Sonra 25. Sirkə turşusunun mürəkkəb efirinin 50 qram 16% natrium hidroksilə reaksiyasından 12 qram doymuş bir atomlu spirt alınmışsa, spirt molekulunda karbonların sayını hesablayın. Mürəkkəb efirin 50 qram mürəkkəb efir deyib, mürəkkəb efir. Natrium hidroksidlə alınır duz, bir də spirt. 12 qram spirt alınıbdır. Və bu zaman 50 qram 16% natrium hidroksid reaksiya daxil olur. Yəni bu 50 qramın 16%. Yəni 8 qramın natrium hidroksid reaksiya daxil olur. Bəs 40 qram natrium hidroksid reaksiya daxil olduqda neçə qram spirt alınır? M. Buradan da M bərabər olur 60'a. Spirtin emeri tapdıq ki 60'dır. Yəni spirt molekulunda karbon atomlarının sayını hesablamalıyıq. Spirtin ümumi formulu NH2 plus 2 odur. Yəni 14N plus 18 bərabərdir 60. Buradan da M bərabər olacaq 3'ə. Karbon sayını istəyir, elə 3'ə bərabər olur. 26. Molekulda eyni sayda karbon atomları olan doymuş sadə efir və doymuş bir atomlu spirt üçün fərqli olan nədir? Demək, 26. Bir dənə sadə efir yazacaq. Eyni sayda karbon atomu olan. CH3, O, CH3. Bir də yazaq. Doymuş bir atomlu spirt. CH3, CH2, OH. Molekulda polyar kovalent rabitə sayı. Polyar kovalent rabitə sayı hidrogenlərin sayı qədər. 2 dənə də burada karbonla oksigen arasında olanlar. Oldu 8. Burada da hidrogenlərin sayı, yəni 6. Bir də burada karbonla oksigen arasında da bir var 7. Bu fərqlidir. Biri götürürük. Molekulda karbon, hidrogen rabitələrin sayı. Karbon, hidrogen rabitə sayı 6 dənə burada. Burada isə 2, 3, 5 dənədir. Bu artıq fərqli oldu. Sonra sigma rabitələrin sayı. Hər ikisinin ümumi formulu eynidir. Yəni bir yerə yıxsaq C2H6O, C2H6O. Açıq quruluşlu maddələrdə ümumi karbon atom sayından bir vahidəki sigma rabitə sayını verir. Bunda olacaq 8, bunda da olacaq 8. Bu eynidir. Karbon atomların sp3 hibrid orbitallarının sayı bəli. Burada da görürük ki, hər iki karbon sp3'dür. Eyni qaydada spirtlərdə də sp3'dür. Bu da ümumidir. Fərqli olanlar 1, 2 olur. 27.
Doymuş mürəkkəb efir molekulunda qeyri-polymer kovalent rabitələrin sayı verilib və karbon atomlarının sayını ona uyğun olaraq uyğunlaşdırmalıyıq. Demək, ümumiyyətlə biz ilk olaraq doymuş mürəkkəb efir molekulunda tapaq görək qeyri-polymer kovalent rabitə sayı necə olur? Bir yazaq mürəkkəb efir CH3 COO CH3 olsun tutaq ki. Qeyri-polymer ancaq karbonlar arasında olur. Biz ancaq onu burada görürük. Burada artıq oksigenlə karbon arasında buna baxmırıq. Yəni 3 karbonum var. Ondan bir vahid, 2 vahid əksik. Bir dənədir. Yəni karbondan 2 vahid əksik. Yəni mürəkkəb efirlərdə qeyri-polymer rabitə sayı bərabərdir karbon sayından, yəni N-dən 2 vahid əksik. İndi buna uyğun olaraq biz uyğunlaşdırmalıyıq. Əgər qeyri-polymer kovalent rabitə sayı 3-dürsə, demək orada karbon sayı ondan 2 vahid çox olacaq, yəni 5. Sonra, əgər bir qeyri-polymer kovalent rabitə varsa, demək 3 karbon var. 2 qeyri-polymer kovalent rabitə varsa, demək ondan 2 vahid çox, 4 karbon atomu olacaq. 28. Bir karbon atomuna bir metil, bir etil, bir izopropil radikal və bir hidroksil qrupu birləşmiş maddənin beynəlxalq nomenklaturaya əsasən adını və qeyri-polymer kovalent rabitə sayını hesablayın. Demək, bir dənə karbon atomuna birləşir bir metil, bir etil, bir izopropil, bir dənə də hidroksil. Beynəlxalq nomenklaturaya əsasən nömrələnməni aparırıq. Baxırıq, hidroksil qrupu hər iki tərəfdən eyni məsafədədir. 3-cü karbona düşür. Onda şaxələnmənin daha yaxın olduğu tərəf, radikala yaxın olan tərəfdən aparırıq. Bunun da adı olacaq 2,3 dimetil pentanol 3. İndi bizdən soruşur ki, orada neçə qeyri-polymer kovalent rabitə var? O da ancaq karbonlar arasında olur. 1, 2, 3, 4, 5, 6 dənə olacaq. Bu da olur ikincinin cavabı. Sonra 29. Fenolun bromla reaksiya tənliyini yazın. Əmsallaşdırın. Fenol üç mol bromla reaksiya daxil olur və əvəz etmə reaksiyası baş verir. 2, 4, 6 vəziyyətdə əvəz olunma gedir. 6 bromun 3-ünü benzol həlqəsinə birləşdiririk. Bu çıxan 3 hidrogen də qalan 3 hidrogenlə 3 mol H brom əmələ gətirir. 30. Demək, sirkə turşusu və metil spirti reaksiya daxil olur, əmələ gətirir efir. Mürəkkəb efir. Efirləşmə reaksiyasıdır bu. Spirtdən H, turşudan OH çıxır. Alınır CH3, COO, CH3 və H2O ayrılır. Demək, CH3COH-ın kütləsi M, spirtin kütləsi M-7. Alınan efirin kütləsini istəyir X. Sirkə turşusunun emeri məlumdur 60. Metil spirti də olacaq 32 qram. Buradan 32 M bərabərdir 60 M minus 420. M də bərabər olacaq buradan 15-ə. Demək, reaksiya tənliyini yazdıq. Bu birinci. M-i tapdıq. Bu olur ikinci. İndi X-i tapmalıyıq. Demək, bu olur CH3COO CH3. Bunun emeri 74 qram edir. İndi M-in yerinə qoyaq. 15 qram sirkə turşusu reaksiya daxil olanda X qram efir alınıb. 60-ına da 74. Buradan da 74'ü bölsək 4'ə X bərabər olacaq 18 tam onda 5'ə. Bu da olur 3-cünün cavabı.